Novruzun 3-cü çərşənbəsi olan Yel çərşənbəsidir. İnanca görə həmin çərşənbədə oyanan yel və külək dünyanı dolaşır, oyanmış suyu, odu hərəkətə gətirir, hər şeyə yeni nəfəs verir. Yel çərşənbəsində əsən isti, soyuq küləklər yazın ilıq nəfəsini, hənirtisini, təravətini gətirir. Gün ərzində bir neçə dəfə dəyişən külək yelin özünün təzələnməsi kimi də qəbul edilir. Novruz bayramının 3-cü çərşənbəsi xalq arasında küləkli çərşənbə, külək oyadan çərşənbə, yelli çərşənbə, badi çərşənbə, nəfəs çərşənbə və Muğanın bir sıra kəndlərində isə Heydər çərşənbə adlandırılır. Çərşənbə bəzi bölgələrdə ölü çərşənbəsi kimi, ata-baba günü kimi də tanınır ki, bu çərşənbədə insanlar qəbir üstünə ziyarət edirlər, oralar qəbir üstünə sərgiyə salırlar, bayram payı aparırlar, bayram səməni qoyulur, şam yandırılır, Yasin oxudurlar. Yel çərşənbəsində həmçinin son çərşənbəyə və Novruza hazırlıq görülür. Ev, eşik, həyət, baca təmizlənir, şirniyyatlar bişirilir. Əziz xalqımız, Yel çərşənbəniz mübarək. Hər zaman bayramlar, xoş günlər nəsibiniz olsun. Zərintac Mayıs qızı, Təbriz Quliyev, Heydər Həsənli, Missiya TV.